Bu dodaq yağıdır. Bunu xarici blogerlər o qədər tərifləyirdilər ki, mən də aldım. Deyilənə görə bu Dior'un, Clarence'ın müadilidir. Hətta Dior'dan da yaxşıdır. Görək tərifləndiyi qədər var, yoxsa yox. Birinci dəfədir bunu indi sizlə bir yerdə yoxlayacağım. Məncə bunun heç bir rəngi yoxdur. Qutuda qırmızı kimi görsənir, amma dodaqda heç bir rəngi olmamalıdır. Gəlin baxaq. Məndə Dior'un dodaq yağı yoxdur, amma bleski var və çox yaxşıdır. Dodaqları super nəmləndirir və gözəl parıldayır. Bu kimi yağlar ikisi birində kimi istifadə oluna bilər. Həm blesk kimi, həm nəmləndirici kimi. Şirin konfet qoxusu var. Rəngi var biraz. Elə çaxraya rəng verəcək biraz dodaqlara. Gəlin yoxlayaq. Dodaqlarımda heç nə yoxdur, tərtəmizdir. Mənə abunə olsaz çox böyük dəstək olarsınız bu arada. Qış aylarında belə məhsula ehtiyacım var, çünki dodaqlarım çox quruyur. Çox gözəl parıldayır. Bunu blesk kimi də istifadə edəcəm, çünki çox qəşəng görsənir, su kimidir, şüşə kimidir dodaqda parıldayır, super. Şərhlərdə sizə yazacağım necə nəmləndirir, amma belə xarici görünüşü çox xoşuma gəldi. Bəs sizin adını demədim, Divaş markasındandır.